Elhamdülillah. İnnel hamdelillah. Nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve netubu ileyh. Vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve ashabihi ve ehli beyti ecmaîn. Ve na'ûzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Kullun amene billahi ve melaikatihi ve kutubihi ve rusulihi. La nufarriqu beyne ahadin min rusulihi. Ve kalu semi'na ve ata'na gufraneke rabbena ve ileykel masir. Sadakallahul azim. Möhtərəm müsəlmanlar, oxuduğum ayədə Allah Subhanahu ve Teala belə buyurur. Hamısı Allaha, onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər, biz onun elçiləri arasında fərq qoymuruq. Onlar dedilər, eşitdik və itaət etdik. Ey Rəbbimiz, səndən bağışlanma diləyirik. Dönüş də yalnız sənədir. Möhtərəm qardaşlar, Uca Rəbbimizin biz insanlara ən böyük lütfü və inayəti, yol göstərici, mübəlliğ və hidayət rəhbəri olaraq göndərdiyi peyğəmbərlərdir. Peyğəmbərlərə iman, İslam inanç sisteminin ayrılmaz bir parçasıdır. Allahın müqəddəs elçilərini hörmət və təzimlə yad etmək, hamısına salat və səlam gətirmək uca dinimizin bizə ən əhəmiyyətli buyruğudur. Hər gecə oxuduğumuz biz peyğəmbərlər arasında ayrı seçkilik etmək ayəsi, sevimli peyğəmbərimiz sallallahu aleyhi və səlləmin miras hədiyyəsi olaraq insanlığa gətirdiyi son dərəcə önəmli bir mesajıdır. Biz müsəlmanlar bu mesajla bütün peyğəmbərlərə insanlığın yolunu işıqlandıran, onlara hüzur və sülh öndərliyi edən müqəddəs elçilər olaraq iman edərik. Peyğəmbərlərə hörməti qurtuluş yolunun bir parçası kimi qəbul edirik. Peyğəmbərlər olmasaydı insanlıq hidayət yolunu necə tapardı? Nəfsin və şeytanın aldatmasına qarşı insanlığı kim xəbərdar edərdi? Hüzur və əmin amanlıq üçün kim səbir, mətanət və dözüm qabaqcılığı olardı? Cəhalət və küfür bataqlığına yuvarlanmaqdan kim xəbərdar edərdi? Peyğəmbərlər Uca Rəhmanın rəhmət məktəbinin bir müəllimləridirlər. Bəsirətimizi onlar açdı, doğru yolu onlar göstərdi. Mədəniyyət naminə insanlıq onlara çox şey borcludur. Peyğəmbərlər insanları küfrün bataqlığından bir olan Allahın tövhid yoluna, elm və inancın parlaq, işıqlı yollarına çağıran müqəddəs elçiləridirlər. Bugün qəflət, zəlalət, cəhalət, fitnə, kin və intiqam bataqlığında boğulan bəşəriyyətin onlara hər zamankindən daha çox ehtiyacı vardır. Dəyərli qardaşlar, bütün peyğəmbərlər eyni ilahi kəlmələrin elçiləridirlər. Eyni qaynaqdan fışqıran həyat mənbəyi, hikmət işığı və hidayət rəhbəridirlər. Onlar elmlə, əməli, həyatla əxlaqı, hikmətlə mədəniyyəti, bugünlə sabahı, dünya ilə axirəti görüşdürən və barışdıran insanlıq öndərlidirlər. Onlar gözəllə çirkini, faydalı ilə zərərlini, ədalətlə zülmü, elmlə cəhaləti, səmimiyyətlə üsyanı, şirklə tövhidi, günahla sevabı ayırt edən insanlıq rəhbəridirlər. Onlar uca yaradan və ətrafla olan əlaqələrin, əxlaqın və ictimai həyatın təməl qanunlarını ortaya qoyan insanlıq qabaqcıllarıdırlar. Həzrəti Adəm insanlığın atası, Həzrəti İdris ilahi hikmətin atası, Həzrəti Nuh texnikanın simvolu, Həzrəti İbrahim ağıl inqilabının memarı, Həzrəti Lut
əxlaq müdafiəçisi, Həzrəti Yaqub səbrin və şəfqətin simvolu, Həzrəti Yusuf vəfanın və zədəganlığın adı, Həzrəti Musa hüququn, azadlıq döyüşünün və əhdinin timsalı, Həzrəti İsa sevginin, rəhmətin və bağışlanmanın ünvanı, Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləm isə ağılın, elmin, əxlaqın, səbrin və vəfanın, güclü ikən mərhəmətli olmanın, haqlı ikən fədakarlıq nümayiş etdirmənin, haqsızlığa qarşı ən gür səsin, ağlın və imanın önündəki ən böyük mane olan batil inanc, məlumatsızlıq və kör inada qarşı ürəyini ortaya qoymanın adıdır. Əziz müsəlmanlar, biz peyğəmbərlər ana bir, ata bir, qardaşlar kimi deyən Allah Rəsulu da bütün aləmlərə rəhmət olaraq göndərildiyi halda təvazökarlıq göstərərək özünü Həzrəti Adəm ilə başlayan peyğəmbərlik binasının əksik qalan bir kərpici olaraq xarakterizə etmişdir. Uca Rəbbimiz də Quranda belə buyurmaqdadır. Biz Nuh'a və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba, nəvələrinə, İsa'ya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmişdik. Davuda da Zaburu vermişdik. Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləm peyğəmbərlik silsiləsinin son halqasıdır. Onun üçün də Quran-ı Kərim onu Xatəmin Nəbi, peyğəmbərlərin sonuncusu olaraq xarakterizə etmişdir. Peyğəmbərimiz və Quran-ı Kərimlə İslam tamamlanmış və ən mükəmməl halını almışdır. Allahın məmnun və razı olduğu din İslamdır. Peyğəmbərimiz ən yüksək əxlaqı tamamlamaq üzrə peyğəmbərlik mirasının son kamil halqası olaraq göndərilmişdir. Bundan sonra insanlıq onun göstərdiyi yoldan gedərək qurtuluşa çatacaq. Təəssüflər olsun ki, bugünlərdə peyğəmbərimizə qarşı təhqir və təhribatlarla rastlaşırıq. Təbii ki, Əbu Cəhillər, Əbu Ləhəblər hər zaman olmuşdur və olacaqdır. Amma zəfər həmişə gec də olsa haqqın olur. Günəşi heç vaxt palçıqla qapamaq olmaz deyə bir məsəl var. Bu bədniyyət və alçaq insanların qurduğu hilələr, etdiyi təhqiramiz çıxışlar, çəkdiyi karikaturalar Rəsulullah kimi bir duhaya zərrə qədər belə ləkə gətirə bilməz. Çünki o ürəklərdə yaşayır. Çünki o başların tacı, gözlərin nurudur. Bu kimi halların meydana çıxması İslama paxıllıqdan, müsəlmanlara qarşı nifrətdən, sərt mövqeylərdən irəli gəlir. Bizim üzərimizə düşən vəzifə Quran-ı Kərimi dərindən öyrənmək, Rəsulullahın yoluna daha da möhkəm sarılmaq, dinimizi daha da mükəmməl şəkildə bilmək və Rəsulullaha qarşı sevgini ürəyimizdə daha da möhkəmləndirməkdir. O zaman heç bir şey ürəklərimizdən Rəsulullah sevgisini söküb ata bilməz. Allahım, müsəlmanlara zəfər nəsib elə ya Rəbbim. Allahım, İslam düşmənlərini rüsvay və xar elə ya Rəbbim. İslama, peyğəmbərə qarşı və məkirli nə niyyət varsa hamısını tarımar elə ya Rəbbim. Allahım, qəlblərdə olan Rəsulullah sevgisini daha da çiçəkləndir. Ümmətini onun yoluna sarılmaqda əzimkar elə ya Rəbbim. Bizləri onu sevməyənlərin gözünə qor, qəlblərinə qayğı, rahatlıqlarına fırtına olacaq bir ümmətə çevir ya Rəbbim. Amin və selamun aləl mürsəlin və elhamdülillahi rabbil aləmin. Ələ innə əhsənəl kəlam və əblağan nizam, kəlamullahi məlikil əzizil allam, kəmə qalallahu təbarəkə və teala fi kəlam və izə quriyəl Qur'anı fəstəmu ləh və ansitu ləalləkum turhamun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəddinə indəllahil İslam. Sadaqallahul azim. Barakallah.